Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir. Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir. Və bizim borcumuz bu dövlət müstəqilliyi, əldə etdiyimiz bu milli azadlığı daimi qoruyub saxlamaqdan ibarətdir. Bizim borcumuz bu müstəqilliyi möhkəmlətdirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarət. Azərbaycan Xalq Cümhuriyyəti 1-ci Dünya Müharibəsindən sonra Rusiya məkanında, eyni zamanda dünyada baş verən proseslər baxımından yaranmış beynəlxalq konjunkturanın imkan verdiyi bir şəraitdə yaranmışdır. Amma Azərbaycan Cümhuriyyətinə gələn yol Azərbaycan Milli Hərəkatının aparıcı xadimlərinin əzmkarlığı, milli oyanış, milli məfkurə, Azərbaycanda milli şuurun tərəqqisi yönündə gördüyü işlərin nəticəsində hasil olmuşdur. Yəni mətbuat, milli məktəb vasitəsilə, milli teatr vasitəsilə Azərbaycanda milli məfkurənin oyanışına, onun tərəqqisinə xidmət edən bizim aydınlarımız 1917-ci ilin fevralında Çar imperiyasının devrilməsinin imkan verdiyi şəraitdə artıq bir araya gələrək öz xalqının müqəddəratı ilə bağlı talih yüklü qərarlar qəbul etmişdir. O cümlədən 17-ci ildə istər Bakıda Qafqaz müsəlmanlarının qurultayının keçirilməsi və yaxud da Moskvada Ümrusiya müsəlmanlarının qurultayı keçirilməsində Azərbaycan nümayəndələri də aktiv iştirak etmiş. Hətta Ümrusiya müsəlmanları qurultayında Məhəmməd Əmin Rəsulzadənin əsaslı çıxışı orada yaranmış iki məsələnin ətrafında bir qurultayın qətnamə qəbul etməsi ilə nəticələnmişdir. Söhbət ondan gedir ki, Rusiya xalqlarının gələcəyi ilə bağlı təbii ki, bütün xalqlar
onların aparıcı xadimləri düşünürdülər. O cümlədən də Azərbaycan deməli siyasi elitası, həmin dövrdə ictimai elitası Rusiyanın bir federativ, demokratik respublika olması və onun tərkibində də digər xalqlara olduğu kimi Azərbaycan xalqına ərazi muxtariyyətinin verilməsini istəyirdilər. Ona görə 1917-ci ilin artıq ikinci yarısından bir Azərbaycan muxtariyyəti deyilən hərəkat vüsət almağa başladı. Bu hərəkatın güclənməsi, eyni zamanda Azərbaycan Milli Hərəkatının aparıcı partiyası olan Müsavat Partiyasının getdikcə sosial bazasının güclənməsi Azərbaycan muxtariyyətini istəməyən qüvvələri narahat etməyə başladı. Çünki kifayət qədər Bakıda bir geniş siyasi palitra var idi. SR, menşeviklər, daşnaqlar və onların heç biri təbii ki, Azərbaycan muxtariyyətini istəmirdilər. Vahid bölünməz Rusiya tərəfdarı idi SR, menşeviklər. Bolşeviklər zaten bu hakimiyyəti 1917-ci ilin oktyabrında ələ aldıqdan sonra bu ərazilərə Rusiyanın bir parçası kimi yanaşırdılar və hətta Şamiyana xüsusi bir tapşırıq verilmişdi. Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar statusunda Qafqazda Sovet hakimiyyəti qurmalı idi. Digər tərəfdən isə Erməni Milli Şuraları, Daşnaqçı Partiyası da Böyük Ermənistan qurmaq xülyasında idilər. Və onların hərbi baxımdan gücləri var idi. Ona görə onlar Azərbaycan muxtariyyətinə qarşı birləşmişdilər. Üstəlik də qonşu İran da heç də bu məsələni belə deyək də rahat qəbul eləməmişdi. İranın daxili işlərinə qarışmaq, ərazi iddiasında olmaq kimi qəbul edirdilər. Bax, belə bir çətin, mürəkkəb bir situasiyada alındı ki, bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra müharibədən çıxdılar və Almaniya ilə onun müttəfiqləri ilə sülh danışıqlarına getdilər. Danışıqların nəticəsində 18-ci ilin martında Brest-Litovskda müqavilə imzalanmışdı və bu müqaviləyə əsasən Rusiya vaxtı ilə Osmanlı tərəfindən deməli əldə etdiyi, ələ keçirdiyi Qars, Ərdahan, Batumu geri qaytarmalı idi o sülhə görə. Lakin Zaqafqaziya Seymi, hansı ki Ümumrusiya Müəssislər Məclisindən seçilmiş deputatlardan ibarət idi, özlərini ayrı bir qurum, yerli bir qurum kimi elan eləmişdilər. Zaqafqaziya Seymi nə Zaqafqaziyanı, yəni Cənubi Qafqazı Rusiyadan ayırmırdı, müstəqil elan etmirdi. Digər tərəfdən isə mərkəzi hakimiyyətin, bolşevik hakimiyyətinin imzaladığı bu müqavilənin şərtlərinə əməl edib həmin Qars, Ərdahan, Batumu Osmanlıya qaytarmaq istəmirdi. Baxmayaraq ki, Osmanlı tərəfi bu Seym rəhbərliyinə də bildirmişdi ki, ya şərtə əməl etməlisiniz, yaxud da özünüzü müstəqil elan edin, sizlə danışıqlar aparaq. Nəticə etibarilə Zaqafqaziya Seymi müharibə elan elədi Osmanlı dövlətinə və təbii ki, qüvvələr nisbəti Osmanlı dövlətinin xeyrinə idi və onlar irəlilədilər. İrəlilədikcə hərbi əməliyyatlar zamanı əldə olunan ərazilər onların şərtlərinin ağırlaşmasına gətirib çıxardı və nəzərə alsaq ki, bu irəliləmə də İrəvan quberniyası ərazisindən keçirdi. 7 qəzadan ibarət idi İrəvan quberniyası və artıq 5 qəza Osmanlı hərbi qüvvələri tərəfindən qan tökülərək əldə edilmişdi. Və belə bir çətin situasiyada Osmanlı 1918-ci ilin yazında Cənubi Qafqazda hərbi baxımdan, siyasi baxımdan üstün bir qüvvəyə deməli çevrilmişdi. Amma məsələ ondadır ki, Qafqaz regionu, Xəzər hövzəsi ilə bağlı böyük dövlətlərin marağı var idi. Yanacaqla zəngin bir yer, kifayət qədər strateji yolların keçdiyi bir bölgədir. Və bu baxımdan Böyük Britaniyada artıq hərbi ekspedisiya çıxartmışdı. 18-ci ilin əvvəllərində o ekspedisiya General Densterville'in başçılığı ilə gəlib Qəzvində dayanmışdı. Bakıya daxil olmaq niyyətində idilər. Almaniya Osmanlı dövlətinin müttəfiqi idi. Almaniya da burada Cənubi Qafqazla bağlı özünün geostrateji maraqları var idi. Bax, belə bir Bakı məsələsi artıq, necə deyirlər, bir beynəlxalq məsələyə çevrilməkdə idi. Bu situasiyada Zaqafqaziya Seyminin müsəlman fraksiyası Tiflisdə fəaliyyət göstərirdilər, amma məsələ ondadır ki, ən azından Osmanlı dövlətinin güclənməsi və Sovet Rusiyasının artıq Osmanlının o irəliləyən qüvvələrinə qarşı etirazını bildirərək Almaniyanı belə deyək də tənbih eləyirdi ki, məhz Almaniyanın müttəfiq olduğuna görə Osmanlı ilə o müqavilə imzalamışdı və çağırırdı ki, Almaniya Osmanlı hərbçilərinin irəliləməsini dayandırsın.
Yəni o da öz maraqları baxımından ən azından çıxış yolunu onda gördü ki, Gürcüstanı himayə edərək onu öz müstəqilliyini elan etməyə təşviq elədi və o himayədarlıq adı altında özü regiona girdi hərbi ekspedisiyası ilə Almaniya. Belə olduğu şəraitdə Azərbaycandan olan nümayəndələr millətin, xalqın taleyi ilə bağlı qərar vermək zərurəti ilə üz-üzə dayanmışdılar. Və ona görə də onlar da düzdür, illərlə dediyimiz kimi bu istək niyyət olsa da reallığı nəzərə alaraq Azərbaycanın Zaqafqaziya Seymində olan nümayəndələri mayın 27-sində özünü Azərbaycan Milli Şurası elan etdilər və mayın 28-də İstiqlal Bəyannaməsi haqqında əqdnamə və başqa cür desək misaq-ı milli qəbul edildi. İstiqlal Bəyannaməsi Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın Rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyət-i siyasiyyə hasil oldu. Kəndli qəva-i məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqai siyasiyyənin inkişaf etməsi üzərinə Gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü. Rusiya ilə Osmanlı İmperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət, haziri siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya, Cənubi Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən, Aray-i Ümumiyyə ilə intixab olunan Azərbaycan Şuray-i Milliyyə-i İslamiyyəsi bütün cəmaətə elan ediyor ki, 1. Bugündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kimi, Cənubi Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil əl-hüquq müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxasə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti həsənə təsisinə əzm edər. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquq-i siyasiyyə və vətəniyyə təmin edər. 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır. 6. Məclis-i müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Aray-i Ümumiyyə ilə intixab olunmuş Şuray-i Milli və Şuray-i Milliyə qarşı məsul hökuməti müvəqqəti durur. Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camu bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik Yeganov, Mustafa Mahmudov. Beləliklə, Cənubi Qafqazda 3 respublika, o cümlədən də Azərbaycan Cümhuriyyəti yaradıldı. Bu sənədin özəlliyi nədən ibarət idi? Çox lokal, yəni daha konkret şəkildə əsas prinsipləri deməli ehtiva eləyirdi. Birinci mədddə ərazi məsələsi öz əksini tapmışdı ki, Cənubi Qafqazın cənub və şərqindən ibarət olan ərazidə Azərbaycan Cümhuriyyəti yaradılırdı.
Digər prinsiplər isə artıq Azərbaycan daxilində Azərbaycan vətəndaşlarına onların məzhəbindən, millətindən, cinsindən, silkindən asılı olmayaraq vətəndaşlıq bərabərliyi verirdi, hüquq bərabərliyi verirdi. Digər tərəfdən qonşularla, yəni beynəlxalq aləmlə dinc yanaşı yaşamaq prinsipi ilə normal münasibətlər qurmaq məsələsi orada öz əksini tapırdı. Hakimiyyət bölgüsü məsələsi var idi ki, hökumət Milli Şura qarşısında hesabat verməli idi və qısa bir müddətdə bütün xalqın iradəsini ifadə edəcək bir Müəssislər Məclisinin çağırılması da orada öz əksini tapmışdır. Yəni bu prinsiplər yalnız əqdnamədə, İstiqlal bəyannaməsində əksini tapan bir deklarativ prinsiplər olmadı. Qısa bir müddətdə həmin prinsiplərin gerçək olması yönündə Azərbaycan hökuməti, onun Milli Şurası, sonradan isə artıq parlament statusunda ardıcıl işlər aparılmışdır. Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətinin ilk qanunverici qurumu idi. Azərbaycan hökuməti də onun qarşısında cavabdeh idi. Və bu baxımdan da Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə olmuş. Azadlıq əsasını, Birləşmiş Millətlər prensipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət güneşi qızıl istiqlal zülmü altında inleyen əziz vətənimizdə 1918-28 Mayıs kimi yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Üç renkli istiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezvik altında dertleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan. Batumda Məhəmməd Əcan Hacınski ilə birlikdə Osmanlı nümayəndə heyəti ilə danışıqlarda iştirak edirdi. Amma Azərbaycan Milli Şurası onu Milli Şuranın sədri seçdi. Bunun da əsası var idi. Çünki Zaqafqaziya Seymində müsəlman fraksiyasının rəhbəri idi Rəsulzadə. Ən böyük fraksiya Müsavat və birləşdikdən sonra Müsavat və Bitərəflər fraksiyası idi. O baxımdan biz Rəsulzadə Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı statusunda olmuşdur. Azərbaycan Milli Şurası və Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra Gəncə müvəqqəti paytaxtı idi. Çünki Bakı uğrunda savaş gedirdi. Bütünlüklə Bakı quberniyası Şamiyanın başçılıq elədiyi qüvvələrin nəzarəti altındaydı. Bax, belə bir situasiyada ki, baxmayaraq Azərbaycan Cümhuriyyəti elan olunubdur. Paytaxtı müvəqqətidir. Onun ordusu yoxdur. Onun əlində maliyyəsi yoxdur. Kənar bir ərazidə Tiflis şəhərində fəaliyyət göstərir və ona görə bütün qüvvələr səfərbər olunubdur. Əsasən Bakının azad olunmasına. Bu bir sıradan Bakının azad olunması məsələsi deyildi. Çünki İlk növbədə qərb tərəfdən, hələ qərb sərhədlərində təhlükə yaranmışdı və Nuri Paşanın başçılıq elədiyi Qafqaz İslam Ordusu, hansı ki tərkibində Azərbaycan hərbi hissələri var idi, əlahiddə Azərbaycan korpusu yaradılmışdı. Yol ver bizə, biz Bakıya varacağız. Qafqazları yol ver bizə, biz Bakıya kalan yurtları biz alacağız. Babalardan biraz kalan yurtları biz alacağız. Bir kurtuluş böğürdür atımızın tırnakları. Bir kurtuluş böğürdür atımızın tırnakları.
dolduracak kan taşıyan irmakları. Kılıcımız dolduracak kan taşıyan irmakları. Kafkas İslam ordusuyuz, hakim allı pek şanlıyız. Başkomutan fermanlıyız, ay yıldızlı nişanlıyız. Kafkas dağı yol ver bize, koy var olsun bu ilgarın. Kafkas dağı yol ver bize, koy var olsun bu ilgarın. Alem bilir Türk'ten özge, yoktur senin hilaskarın. Alem bilir Türk'ten özge, yoktur senin hilaskarın. Kafkas İslam ordusuyuz, hakim allı pek şanlıyız. Başkomutan fermanlıyız, ay yıldızlı nişanlıyız. Kafkas İslam ordusuyuz, hakim allı pek şanlıyız. Başkomutan fermanlıyız, ay yıldızlı nişanlıyız. Hər qarış torpaq azad edildikcə o torpaqlar üzərində Azərbaycan hakimiyyəti bərqərar olurdu. Və qərb tərəfindən sərhədlərdən də təhlükə var idi. Ona görə ilk növbədə məhz bu qərb sərhədlərinin təhlükəsizliyini təmin etdikdən sonra Bakı uğrunda bir savaş başlandı. Çox qanlı bir mücadilə idi. Ağır döyüşlərdən sonra, məsəl üçün, sentyabrın 15-də Bakının azad olunması 28 may qədər önəmli bir hadisə idi. Bu baxımdan Cümhuriyyəti var edən, onu kağızdan xəritəyə keçirən, reallaşdıran məhz Azərbaycan hərbi hissələrinin də tərkibində olduğu Qafqaz İslam ordusunun həyata keçirdiyi hərəkat idi. Bu istər Bakı uğrunda hərəkat olsun, istər Qarabağ hərəkatı olsun və yaxud da Dağıstan hərəkatı olsun. Çünki elə Dağıstan hərəkatı da şimaldan Cənubi Qafqaz respublikalarına olan o təhlükəni aradan qaldırmaq baxımından çox önəmli idi. Bax, Azərbaycan parlamenti çox ağır şərtlər nəticəsində açıldı. Çünki bilirsiniz, Gəncəyə köçdükdə bir hakimiyyət böhranı yaranmışdı. Milli Şura və hökumət Gəncəyə gəldikdə. Belə bir situasiyada Azərbaycan dövlətçiliyi üçün sınaq anı idi. Dövlətçilik var olsun deyə deməli qoyulan o tələblər çərçivəsində Azərbaycan Milli Şurası istefaya getdi, amma ikinci kabinet yenidən formalaşdı. Həm qanunverici, həm icra edici hakimiyyət ikinci hökumətə tapşırılmışdı ki, hansı ki ona da Fətəli xan Xoyski yenə rəhbərlik edirdi. Qısa bir müddətdə, 6 aydan gec olmayaraq Məclislər Məclisi çağırılmalı idi. Amma Məclislər Məclisini çağırmaq mümkün olmadı həmin dönəmdə. Çox mürəkkəb bir vəziyyət idi. İctimai-siyasi həyatın bütün sahələrində təməl addımlar atılırdı, tale yüklü qərarlar qəbul edirdi hökumət. Amma elə bir vəziyyət yarandı ki, Bakı azad olundu, bəli. Hökumət Gəncədən Bakıya köçdü, dinç bir milli dövlət quruculuğu işləri başlanan prosesdə yenidən Azərbaycan dövlətçiliyi növbəti sınaq qarşısında qaldı. Çünki dünənə qədər Bakı uğrunda savaşda düşmən tərəfdə olan qüvvələr indi qalib statusunda Bakıya, Cənubi Qafqaza daxil olurdular. Ona görə də Azərbaycan Cümhuriyyəti hökuməti bir sıra çevik və mühüm tədbirlər həyata keçirdi. Bu hökuməti tanımayan, onun bayrağını endirməyə əmr edən General Thomsonun yanına Əncəliyə nümayəndə heyəti göndərildi. Azərbaycan hökuməti General Thomsona respublika hüdudlarına daxil olmazdan əvvəl onun müstəqilliyini tanınmasını təklif etdikdə General Thomson belə demişdi: Azərbaycan Xalq Cümhuriyyəti adı altında bizə xalq kütlələri içərisində heç bir dayağı olmayan türklərin intriqaları ilə yaradılmış hökumət məlumdur.
Beləcə Thomson təklifi rədd etmişdi. Azərbaycan tarixi 7 cilddə 5-ci cild. Bakı, Elm, 2008, 368. Məmməd Əmin Rəsulzadə, Azərbaycan Cümhuriyyəti, Bakı, Elm, 1990, 37. Bir siyasi iradə ortaya qoyularaq onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirdi Azərbaycan hökuməti. Birləşmiş Ştatların prezidenti Woodrow Wilsona telegram vuruldu. Onun 14 prinsipinə söykənərək Azərbaycan xalqının suveren yaşamaq iqtidarında olduğunu bəyan etdilər. Digər tərəfdən isə Azərbaycanın tam istiqlal mövqeyində olduğunu bildirmək mesajı ilə Azərbaycanın dövlət bayrağı yeniləndi. Çünki birinci bayraq demək olar ki, deməli, ulduzun bucaqlarının sayına görə Osmanlı dövlətinin bayrağından fərqlənirdi. Bizdə bayraqda 8 güşəli ulduzu idi. Amma noyabrın 9-18-ci ildə bizim bugünkü elə varis olaraq qəbul etdiyimiz 3 rəngli bayraq hökumət qərarı ilə təsdiqləndi. Bir mənalı şəkildə rənglərdə milli kimlik də, dini inanc da və hakimiyyətin seçdiyi hədəf də, yəni demokratikləşmə, çağdaş, yəni modern bir dövlət qurmaq proqramı da öz əksini tapmışdır. Əsas da bu idi ki, heç bir dövlətin himayəsi altında olmayan, protektoratı altında olmaq istəməyən bir müstəqil dövlətin atributu idi. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. İllərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Ona da əmin ola bilərsiniz ki, Azərbaycanın devlətinin, Azərbaycan prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın devlət müstəqilliyini günü-gündən möhkəmləndirir və günü-gündən yüksəklərə qaldırır. Və bilin, mən Azərbaycanın devlət başçısı kimi deyirəm, bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaqdır. Heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini həll edəcəkdir. Müstəqil, sərbəst olacaqdır həmişə. 1918-ci il dekabrın 7-sində yenə də müsəlman şərqində, Türk dünyasında ilk dəfə olaraq Avropa tipli parlament Azərbaycan xalqı tərəfindən açıldı. Və bu parlament son dərəcə demokratik bir məzmuna malik idi. 11 fraksiya, yəni ölkənin bütün siyasi elitası burada öz əksini tapmışdı. Digər tərəfdən isə etnik baxımdan, hətta təmsilçiliyi parlamentdə yetərincə olmayan xalqlara belə yer verilmişdi. Və bu baxımdan bu 11 fraksiya bütün etnik deməli tərkibin təmsilçiliyi ilə yanaşı parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Bu komissiyaların hər biri siyasi qüvvələrin təmsilçiliyi ilə yaradılan deməli komissiyalar idi və o General Thomson ki, Azərbaycan hökumətini, hakimiyyətini tanımırdı,
ay yarımdan sonra o bir bəyanat verdi. Dekabrın 28-i 1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökuməti yeganə yerli qanuni hakimiyyət kimi tanıdı. Hətta Azərbaycanın Paris Sülh Konfransında tanınması üçün dəstəyini də verdi. Görülən ilk işlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə tanınması üçün Parisə nümayəndə heyətinin göndərilməsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyi tarixində çox böyük, mühüm siyasi əhəmiyyəti vardır. Çünki istər Azərbaycan adının dünyanın siyasi xəritəsində bir beynəlxalq subyekt kimi yer alması və sonradan Azərbaycan Cümhuriyyəti Rusiyanın 11-ci ordusu tərəfindən işğal olunduqda Azərbaycanın müttəfiq respublika statusunda qalması, SSR təşkil olunanda onun tərkibinə müttəfiq respublika statusunda daxil olması, bunlar hamısı önəmli məsələlərdir. Əks təqdirdə təbii ki, Rusiyanın tərkibində bir quberniya kimi olması bu tarixi bir qaçılmaz bir proses olacaqdı. Yəni bunlar hamısı Azərbaycan Cümhuriyyətinin bugünə Azərbaycan dövlətçiliyinə bir varis olaraq qoyduğu mirasdır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında 1989-cu ildə Konstitusiya aktı qəbul olunanda məhz Azərbaycan Cümhuriyyətinin, Xalq Cümhuriyyətinin varisi kimi bu respublika bərpa olundu. Nəzərə alsaq ki, o zaman Azərbaycan Cümhuriyyətinin əraziləri də çox geniş ərazilər olubdur. Sovet dönəmində o ərazilərin bir xeyli hissəsi qonşu Ermənistana verilib və onun əraziləri genişlənib və Azərbaycanlıların o indi Qərbi Azərbaycan adlandırılan torpaqlardan istər deməli Sovet dövründə onlara qarşı belə deyək repressiyalar, təzyiqlərin olması, imkan düşdükcə elə etnik təmizləmə siyasətinin keçirilməsi, deportasiya həyatı yaşanması və nəhayət elə sonuncu Azərbaycanlıya qədər onların oradan vəhşicəsinə qovulması. Bax, bunlar hamısı yaşanmış bir tarixdir və Azərbaycan Cümhuriyyətinin varisi olaraq da Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi bir tarixi mənəvi bağlılıqdan xəbər verir. Ona görə də biz istər həmin Cümhuriyyət dönəminin prinsiplərinə, dəyərlərinə də sahib çıxırıq. Azərbaycan Cümhuriyyəti xadimlərinin adlarının əbədiləşdirilməsi, tarixinin tədqiq edilməsi yönündə çox işlər görülmüşdür.
Şüphesizdir ki bir gün hakikat parıldayacak. Azadlık esasını, Birleşmiş Milletler prensipini ve insan haklarını tutan taraf galip gelecektir. Bu galibiyet güneşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918-28 Mayıs günü yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Üç renkli istiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezvik altında dertleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Və təbii ki, o zamanla müqayisə eləsək, onda da Azərbaycan Cümhuriyyəti belə deyək, ermənilərin təcavüzü dinamikasında meydana gəlmişdi o proseslərdə. 18-ci ilin kütləvi Azərbaycanlıların qətliamından keçən bir yol idi və Azərbaycanın dövlət müstəqilliyi bərpa olunanda da biz eyni prosesi görürük ki, yenə də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları etdi və sonraki proseslər də soyqırım səviyyəsinə qədər qanlı hadisələrlə müşayiət olundu. Ona görə Azərbaycan dövlətinin qarşısında yenə də bir nömrəli məsələ təbii ki, yalnız onun beynəlxalq səviyyədə tanınması yox, onun ərazi bütövlüyünün təmin olunması işi idi ki, bu da Azərbaycanın dövlət müstəqilliyinin bərpasından başlayaraq bütün dövlət rəhbərləri qarşısında duran ən mühüm məsələ idi. O baxımdan da bunun üçün ilk növbədə Azərbaycanı iqtisadi baxımdan gücləndirmək, ordu quruculuğunu həyata keçirmək, regionda sabitliyin təmin edilməsi idi və ən əsası isə Azərbaycan nefti ilə bağlı deməli talih yüklü qərarın verilməsi idi. Çünki bütün o qarşıdurmalar, bütün maraqlar həm də neft amilinə söykənirdi. Ben çok xoşbəxtəm. Çok sevinirəm. Və xoşbəxtəm, sevinirəm ona görə ki, bütün gördüklerinizin əsasını qoyanlardan biriyəm. Onun təməlini qoyanlardan biriyəm. Onun təşəbbüskarıyam. Bu işlerin görünməsi üçün vaxtilə illərlə zəhmət çəkmişəm. İllərlə fəaliyyət göstərmişəm. İllərlə bunların reallığa çevirməsi üçün çox çətin yollardan keçmişəm. Xalqımız üçün, millətimiz üçün Azərbaycan neftçiləri ilə birlikdə, öz həmkarlarımla birlikdə Azərbaycanın böyük sənayesini yaratmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etmək üçün bunları yaratmaya çalışmışam. Bu baxımdan 94-cü ildə sentyabrın 20-sində beynəlxalq, yəni əsrin müqaviləsi adlanan müqavilənin imzalanması da sonraki o proseslərə dövlətlərin buradakı maraqlarının təmin olunması yönündə deməli bir qabaqlayıcı addım kimi də bunu dəyərləndirmək lazımdır. Və bir Azərbaycan Respublikası bu müstəqillik dönəmində uzun bir yol keçmişdir və onun deməli bir hissəsi həmin dövrdə yenidən Azərbaycan hakimiyyətinə qayıtmış Azərbaycanın prezidenti olan Heydər Əliyevin fəaliyyəti dönəmini əhatə edirsə, sonraki mərhələ hazırda da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövrünü əhatə edir. Və bu dövrün ən möhtəşəm hadisəsi isə 44 günlük müharibə nəticəsində, vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yönündə həyata keçirilən tədbirləri. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan tam qələbə qazandı. İşğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanıydı. Hər bir gündə biz şəhidlər verirdik.
qan töküldü və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gündə olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik. Şəhidlər verərək, qan tökərək, xalqımız birləşib və bu qələbəni biz şərtləndirdik. Bu həm diplomatik cəbhədə, həm o deməli hərbi şücaət nəticəsində əldə olunan qələbə idi ki, biri digərinin əhəmiyyətini belə deyək də qismən də olsa azalda bilməz. Çünki hər iki cəbhədə çox amansız bir müharibə gedirdi. İstəyir diplomatik cəbhədə, istərsə də hərbi cəbhədə. Ona görə Azərbaycan diplomatiyası şəxsən cənab prezidentin və onun müvafiq deməli Xarici İşlər Nazirliyinin xətti ilə həyata keçirilən fəaliyyət, bunlar öz ciddi bəhrəsini verdi. Antiterror əməliyyatı, sonra isə Azərbaycan sərhədlərinin artıq belə deyək də sərhəd buraxılış məntəqələrinin quraşdırılması ilə başlayan bir proses. Yəni Azərbaycan son belə deyək 30 ildən artıq bir müddətdə tamamilə beynəlxalq imicini dəyişmiş bir vəziyyətə gəldi. Məğlub bir dövlətdən qalib bir dövlətə və qalib xalqa çevrildi. Bu bilirsiniz, bunun üçün də bir böyük hazırlıq prosesi getməli idi. Çünki modern ordu olmadan, onun maliyyə, maddi təminatı olmadan, iqtisadiyyatı olmadan və beynəlxalq imici Azərbaycanın formalaşmadan bu məsələlərin öhdəsindən gəlmək mümkün deyildi. Və bugün haqlı olaraq Azərbaycan qonşu deməli dövlətlərlə, eyni zamanda beynəlxalq aləmlə də ünsiyyətində, təmaslarında öz strateji hədəflərini daim belə deyək də, maraqlarına uyğun olaraq korrekt edir və bugünkü strateji hədəf Türk Dövlətləri Təşkilatının yaranması ilə həmin Türk ailəsində möhkəmlənməklə faktiki olaraq bu təşkilatın yeni dünya düzənində bir güc mərkəzinə çevrilməsi yönündə aparılan siyasətdir ki, bu siyasətdə də biz Azərbaycanın aparıcı rolunu görürük və bu sahəyə də bir xüsusi olaraq dəstək verildiyini görürük. Çünki birbaşa olaraq yeni dünya düzənində bütün Türk dövlətlərinin marağında olan bir məsələdir. Amma nəzərə alsaq ki, zaman-zaman, nəinki zaman-zaman, uzun illər elə Azərbaycan da daxil olmaqla bu Türk dünyasına münasibət heç də xoş münasibət olmamışdır. Amma bugün Türk dövlətlərinin potensialı imkan verir ki, onlar ümumi maraqlar ətrafında birləşərək beynəlxalq ictimaiyyətlə, dinc münasibətlərlə o ümumi harmoniyanı belə desək də təşkil etməklə eyni zamanda bir ailə olaraq, bir vahid ailə olaraq güc mərkəzi kimi də öz sözünü beynəlxalq aləmdə deməyə qadir olsun. Yaşasın Azərbaycan!